Peyğəmbərlər insanları tək Allaha ibadət etməyə, ona heç nəyi şərik qoşmamağa, habelə Allahdan savayı bütün məbudları inkar etməyə çağırmışlar. Uca Allah buyurur, biz hər ümmətə Allaha ibadət edin, tağutdan uzaq olun deyə elçi göndərdik. Həmçinin etiqad olunmalıdır ki, onların hamısı açıq-aydın haqq və hidayət üzərində olublar. Üstəlik Allahın buyurduqlarını insanlara çatdırıblar. Uca Allah cənnət əhli haqda xəbər verir ki, onlar belə demişlər. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Eyni zamanda bilmək lazımdır ki, Peyğəmbərlərin hamısı eyni əqidəyə, tək Allahlığa dəvət etmişlər. Fəqət onların şəriətləri müxtəlif olmuşdu. Uca Allah buyurur, səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa heç bir məbud yoxdur, mənə ibadət edin deyə vəhy etməyək. O həmçinin buyurur, biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın.